Bismillahirrahmanirrahim ve bihi nesta'in. Elhamdülillahi Rabbil alemin. Bari'il halaiki ecma'in. Ba'ithil enbiyai vel murselin. Haligis semavati vel aradin. Thumma salatu ve selamu ala seyyidina ve nebiyyina ve tabibi kulubina ve şefi'i zunubina Ebul Qasim Muhammed ibn Abdullah. Allahümme salli ala Muhammed ve ali Muhammed ve alihi tayyibin tahirin el-ma'sumin el-mazlumin el-muşerrefin el-mukarramin el-muntecebin ve la'natullahi ala a'daihim ecma'in minel ana ila qiyavmi yevmiddin. Kâle Resuluna sallallahu aleyhi ve aleyhi ve sellem: İnne ibneti Fatime hayru ehlil ardı unsiren ve şerefen ve kerema. Sadaka Mevlana Resulullah sallallahu aleyhi ve aleyhi ve sellem. Allahümme salli ala Fatimete ve abiha ve ba'liha ve beniha. Sözme alemleri hekimane, alimane ve son derece güzel yaradan, onu öz tükenmez rəhmətiyle, qüdretiyle yoğuran uca Rabbimin adıyla başlayıram. Artıq Əyyam-ı Fatimiyyenin son günləridir ki, belə götürsək 2 gün qalıb, Allah bizdən əvvəl də burada danışan ruhani qardaşlarımızın ömrünə bərəkət versin. Amin. Elmlərinə bərəkət versin. Amin. Mən istəyirəm bu günlərim əziz Peyğəmbərimiz ki, öz mübarək hədislərindən birində öz qızı Həzrəti Xanım Fatimə Zəhra salamullah əleyha haqqında buyurduğu kəlamlardan birinin haqqında danışam. Həzrəti Peyğəmbər salavatullah buyurur ki: "Ləv kânel husnu şəxsən və hiyə Fatimə, bəl hiyə a'zəm." Əgər bir şəxs, gözəllik bir şəxs olsaydı, insan olsaydı, qızım Fatimə olardı. Bəl hiyə a'zəm, bəlkə ondan da əzəmətlidir, ondan da üstündür. Və yenə buyurur ki: "İnnə ibnəti Fatimə, həqiqətən mənim qızım Fatimə xayrə əhlul ardı, daha xeyirlidir yer əhlindən, unsürən, ünsür baxımında və şərəfən, şərəf və karamə, ləyaqət baxımından." Həqiqətən də hədisin zahirinə baxanda insana zahiri biraz özünə cəlb edir. Çünki qəliz və dərin mənalar yatır bu hədisin altında. Mən istəyirəm bu hədisə daxil olmamışdan əvvəl bir müqəddimə quram ki, bu müqəddimənin nəticəsində gözəl şəkildə daxil olaq hədisin mənasına. Əzizlərim, biz insanlar hər birimiz daxilimizdə belə bir his var ki, gözəlliyi, kamilliyi görəndə sevirik. Gözələ heyran oluruq, gözələ aşiq oluruq. Məsələn, yaşadığımız cəmiyyətdə bir elmli insan görəndə onun elminə heyran oluruq, onun bizim yanımızda hörməti olur. Məsələn, adi bir sənətkar bir sənəti gözəl şəkildə bilirsə, biz onun o sənəti gözəl bilməyinə görə ona aşiq oluruq, onun sənətinə aşiq oluruq və hətta yeri gələndə o insanı tərifləyirik də. Çünki bu hissi Allah Teala biz insanların fitrətində qoyub. Niyə? Nədən ötürü? Nə üçün? Çünki əzizlərim, Allah Teala insanı xəlq edib ki, insan kamilliyə yetişsin, kamala çatsın. Və kamilliyə, kamala yetişmə hissin əgər Allah Teala bizim daxilimizdə qoyubsa, demək ona qarşı məhəbbət də qoyub.
və məhəbbətdir ki, insanı neynir? Hərəkətə gətirir, mühərrikdir. Nizami Gəncəvi nə cür deyir? Eşqidir mehrabı uca göylərin. Nə deməkdir bu? Yəni yerdə və göydə hər nə varsa eşqlə bir-birinə aşiqdir, hərəkətə gəlir. Eşq olmazsa hərəkətə gəlməz. Adı bir gülü də, bir quşu da görürsən ki, bir bülbül bir gülə aşiq olur. Bütün dünyada hər nə varsa eşqin üzərindədir. Və biz insanlar da neynirik? Gözəlliyi sevirik. Baxın, Allah insanı bu cür yaradıb ki, insan kiçik yaşından ta dünyasını dəyişənə qədər nöqsanların doldura getməlidir. Kamilliyə yetişmək üçün. Hətta bu həddi-buluq çağına kimi insanda nə cürdür? Fitridir. Həddi-buluq çağından sonra insan ixtiyarı kəsb eləməyə başlayır. Yəni öz ixtiyarı ilə. Məsələn, bir körpə uşağı görsək, bir 5 yaşında, 10 yaşında, bu uşaq ancaq valideynindən gördüyün soruşur. Bu nədir? Bu nədir? Buna nə deyirlər? Çünki niyə? Allah Taala onun fitrətində qoyub. Kamilliyə yetişmək, gözəlliyə çatmaq. Baxın əzizlərim, hətta böyük alimlər olublar ki, tarixçələrində oxumuşuq. Böyük alimlər olublar ki, onlardan kitab yazmalarını istəyiblər, amma onlar isə cavabında deyiblər ki, xeyr, biz yazmırıq. Niyə? Deyib, biz birdən kitab yazarıq, bir neçə illərdən sonra öz yazdığımız kitaba baxarıq və özümüzdə qüsurumuzu taparıq. Çünki niyə? Bir neçə ildən sonra mən əvvəldə yazdığım kitabdan daha yaxşısını yaza bilərdim. Bəlkə orada nöqsan buraxaram o kitabda. Kamillik və kamilliyə isə insan aşiqdir. Gözəlliyə insan aşiqdir. Mən diqqəti çəkmək istəyirəm Əhl-i Beyt əleyhimussalama ki, Allah Taala o şəxsləri gözəllik simvolu qərar verib, gözəllik nümunəsi qərar verib. Və həmən o gözəllikdir ki, biz insanları tutub əlindən kamilliyə doğru aparır ki, kamala yetişin. Peyğəmbərlərin də missiyaları bu olub. Gəliblər ki, insanları əllərindən tutsunlar, kamilliyə tərəf çəksinlər. Məsələn, Cümə surəsi, çox adam bunu Quran oxuyanlar bilirlər. Çünki Quran oxumağa başlayanda ilə əvvəldən bir neçə surə oxumağa əzbərləyirlər, üstünlük verirlər. Onlardan biri də Cümə surəsidir. Allah nə buyurur o surədə? Huvəl-ləzi ba'asə fil-ummiyyinə rasulan minhum yatlu aleyhim ayatihi və yuzakkihim və yuallimuhumul kitabə vəl-hikmə. Allah ki, onların özlərindən bir ummi, yəni ummi, ərəb dilində ummun sözü ilə ummi sözü bir-birinə bənzərdir. Ummun ana deməkdir, lüğəti mənası isə sığınacaq deməkdir. Hər tərəfdə ana mənasında işlətməzlər, istifadə etməzlər. Allah Quranda, məsələn, Əl-Qariyə surəsində danışanda gəlir, deyir, məl fəummuhu haviyə. Onda belə çıxır ki, onun anası haviyə, xeyr, sığınacaq yeri. Yəni, ana sözünün mənası ərəb dilində ummun, sığınacaq deməkdir və bir də var ummi. Ummi, yəni yazması, oxuması olmayan, bizlər besavad deyərik. Nə yazması var, nə oxuması. Allah Cümə surəsində buyurur ki, o Allah ki, onların özlərindən onlara bir peyğəmbər seçdi. O peyğəmbər ki, ummidir, yəni nə yazması var idi, nə oxuması. Nə üçün seçdi? Yuzakkihim, onları təzkiyə eləsin, nəfsini təmizləsin. Və yuallimuhumul kitabə vəl-hikmə, və kitabı və hikməti öyrətsin onlara. Yəni peyğəmbərlər bələdçidirlər. Gəlirlər, bələdçi nə cür olur? Gözəl şəkildə yolu tərif edər. Gözəl şəkildə qışqır bağırla yol tərif olunmaz. Səs qaldırmaqla yol tərif olunmaz. Onlar gəliblər əxlaqları ilə, gözəl danışıqları ilə və məntiqi danışıqları ilə neynəsinlər? İnsanı gözəlliyə, kamilliyə tərəf çəksinlər. İndi qayıdırıq hədisimizə bu müqəddimədən sonra. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, Ləv kənəl husnu şəxsən
və hiyə Fatimə. Əgər gözəllik bir şəxs olsaydı, Fatimə olardı. Bəl hiyə əzəm. Amma Fatimə ondan da əzəmətlidir. İnnə ibnəti Fatimə xayru əhlil arzı. Qızım Fatimə isə yer əhlindən xeyirlidir. Nə baxımdan? Unsurən və şərəfən və kərəma. Unsur, şərəf və kərəm, ləyaqət baxımından. Mən istəyirəm bu hədisin ikinci hissəsini önə gətirəm. Buradakı o üç məna ki var, nə üçün Peyğəmbər buyurdu ki, ünsür, şərəf və ləyaqət baxımında üstündür. Bunun haqqında danışaq, sonra qaydaq birinci hissiyə. Baxın əzizlərim, Həzrəti Peyğəmbər salavatullah bir hədisində buyurur ki, Ləmmə urucə bi ilə səmə, o zaman ki mən meyraca getdim, əxəzə biyədi Cəbrail, Cəbrail, Cənab-ı Cəbrail, mələk mənim əlimdən tutdu, fəədxələniyəl cənnə və məni cənnətə daxil etdi, fənavələni min rutabiha və cənnətdə mənə bir rutab, ərəb dilində xurmanın dəymiş halına deyərlər. Bir dəymiş xurma yedizdirdi mənə. Həmən bu xurma cənnətdəki tuğba ağacındandır. Hədislərdə gəlir tuğba ağacından. Tuğba ağacı hansı ağacdır? İmam Muhammed Baqir əleyhissalam buyurur ki, Əş-şəcərətü tuğba yaxrucu min cənnəti adnin. Tuğba ağacı Ədin cənnətindəndir. Ədin cənnətində yerləşir. Çünki cənnətin adları var da, İlliyyun, Firdavs. Cənnətin adları var. Həmən o Ədin cənnətindən çıxar o ağac. Həmən o ağacın meyvəsindən Peyğəmbər buyurur ki, Cənab-ı Cəbrail dəymiş xurma verdi mənə. Fəəkaltuhu və onu yedim. Fətəhəvvələ zəlikə nutfa fi sulbi. Və bu xurmanı yiyəndən sonra mənim sülbümdə bir nütfə əmələ gəldi. Peyğəmbər açıqlayır, xanım Zəhranın nəcür vücuda gəlməsin. Həmən o ağacın meyvəsindən yedim, xurmasından yedim və məndə bir nütfə əmələ gəldi. Fələmmə həbattu iləl arz, o zaman ki qayıtdım yer üzərinə, vaqa'tu Xədicə fəhəmələt bi Fatimə. Və xanım Xədicədən kim düşdü bətninə? Xanım Fatimə Zəhra salamullah əleyha. İndi Peyğəmbər arxasıca nə buyurur bu hədisdə? Fəfatimə həvra'u insiyyə. Zəhra, yəni Fatimə Zəhra, həvra da həvra, yəni huri. İnsanlığın hurisidir. Huri harda olar? Cənnətdə. Düz? Amma buyurur ki, insanlığın hurisidir. Nə üçün? Çünki onun nutfəsi tuğba ağacında Ədin cənnətindəndir. İndi arxasıca buyurur ki, fəkulləmə iştaqtu ilə raihətil cənnə. O zaman ki, mən istəyirdim cənnətin iyisini alam, cənnətin iyisini qoxulayam, şəmimtu raihəti ibnəti Fatimə. Həmən zaman mən qızım Zəhranı iyniyərdim. İndi istəyirik ki, biraz da yəqinə çataq. Biraz da yəqinimiz daha da artsın. Çünki niyə? O Peyğəmbərləri Allah Teala bir böyük bir bəhsdir bu. İnşallah nə zamandırsa, qismət olarsa, burada danışaram sizin qarşınızda. Allah Teala bir çox Peyğəmbəri Qur'an-ı Kərimdə də özü yəqinə çatdırıb. Məsələn, Həzrəti Zəkəriyya, Allah buyurur ki, mən sənə bir Yəhya adında oğul verdim. Ondan əvvəl bu adda adlanan olmayıb. Həzrəti Zəkəriyya nə buyurdu? Buyurdu ki, mən aqirəm. Aqir, yəni yaşı ötmüş. Və mənim xanımım da aqirədir. Onun da yaşı ötüb. Allah buyurdu ki, mənim lütfümdəndir. Burada əlaməti nədir? Dedi, əlaməti 3 gün danışa bilməyəsən. Mənlə münacat edə bilməyəsən. İnsanlarla danışırdı. O zaman ki münacat sözü Nəcvə sözündən də pıçıltı. Pıçıltı ilə duaya, münacata başlayırdı. Nit quruyurdu.
Əlaməti bu idi. Allah yəqinə çatdıdı. Gördü ki, münacat edə bilmir. Üzeyr Peyğəmbər həmçinin 100 il yatması və İbrahim Peyğəmbər həmçinin və iz qalə İbrahimu Rabbi ərini keyfə tuhyil məvtə Qur'an ayəsidir. İbrahim o zaman ki dedi, Allahım ey mənim Rəbbim, ölüləri nə cür dirildəcəksən, göstər mənə. Qalə ələm tu'min. Allah buyurdu ki, sən iman gətirməmisənmi? Həzrət İbrahim burada iman gətirmişəm. Vələkin liyutmainnə qalbi. Amma istəyirəm qəlbim itminan olsun, xatircəm olsun, yəni yəqinə çatam. Və arxasıca Allah buyurdu ki, o quşları götür günən, onları böl bir-birinə qarışdı. Bunları bilirsiniz. İstəmirəm mövzudan kənarlaşam. Biraz da zehnimizi yəqinə çatdırmaq üçün bir hədis deyim sizə. Bu hədis Harisə İbni Qudamədəndir və böyük bəzi məşhur mübarək kitablarımızda gəlib bu hədis. Harisə İbni Qudamə deyir ki, günlərin bir günü Əmmar daxil oldu Salman Farsinin yanına. Salman Muhammədi deyək. Daxil oldu yanına və dedi ki, ya Salman, İstəyirsənmi ki, mən səni təəccübləndirim? Əturidu uxbiruka əcəbə? İstəyirsən sənə bir təəccüblü bir şey deyim? Salman dedi, buyur. Dedi Salman, mən Əli ilə Əlinin evinə gedirdim. O zaman ki, Əli daxil oldu evə əvvəldə, gördüm Həzrət-i Fatimə Əliyə bu cür buyurdu. Baxın, diqqət eləyin. Yabnə əmmi, ey əm oğlum, İstəyirsənmi ki, mən sənə ma kan, ma yakun, ma sayakun uxabbiruk. İstəyirsənmi ki, mən sənə nə olub, nə olur, nə olacaq deyim sənə. Hədisdə gəlir ki, rəca'a qahqari. Həzrət Əli əleyhissalam geriyə irəlilədi. Qahqari ərəb dilində qahqari, yəni geri addımlamağa deyərlər. Çıxdı deyir evdən. Gəldi Həzrət-i Peyğəmbər Səlавatullahın yanına məscidə. Həzrət-i Peyğəmbər Səlavatullah buyurdu ki, ya Əli, sən danışırsan, olanı ya mən deyim sənə. Burada əl-hədithu mink. Ya Peyğəmbər, söz sənindir, deyinən. Dedi, sən o zaman ki, daxil oldun evə, qızım Zəhra sənə dedi ki, ya Əli, istəyirsən sənə keçmişdə olanı, oluru və olacağı deyim, sən buna təəccüb elədin. Burada ki, ya Peyğəmbər, Zəhranın da nuru bizim nurumuzdandır. Burada bəli. Fəsəcədə aleyyün şükran lillah. Deyir, Əli əleyhissalam Allaha səcdə etdi, şükür səcdəsi etdi. Və qayıtdı və. Qaydandan sonra Həzrəti xanım Fatimə Zəhra buyurdu ki, əmə oğlu, niyə təəccüb etdin? Allah o zaman ki, mənim nurumu xəlq etdi və həmən nuru bir ağacda qərar verdi və həmən ağacın adı Tuğba ağacıdır və həmən ağac kənə yusabbihu lillah, Allaha təsbih deyirdi və o zaman ki mənim atam Meyraca səfər etdi və həmin ağacın meyvəsindən yedi və mən vücuda gəldim və həmən ağacın nuru ilə cənnət nurlanırdı. Mən olurun, olmuşum və olacağı deyə bilərəm. Və hətta imanlı kəslər belə deyə bilər. Bax, diqqət eləyin, xanım Fatimə, bu hədis, bu sonu Mustafizdir. Yəni Mustafiz, indi ruhani qardaşlarımız bilər, hədis elmində mütəvatir var, nəs var, həsən var, səhih var. Bu mütəvatirə yaxındır. Çünki niyə? Buna bənzər hədislər var. Bənzər hədislər var. O hədisdə arxasıca xanım Fatimə Zəhra buyurdu ki, İnnəməl mu'minunə yənzuru bi nurillah. Həqiqətən, mömin Allahın nuru ilə baxar.
Allahın nuru ilə baxar. İstəsə ki bir mömin çatsın bu mərtəbəyə, çata bilər. Heç də çətin bir şey deyil. Kimin əlindədir? Öz əlindədir. Nə ilə? İmanın nəticəsində. Allah Teala Quran-ı Kərimdə nə buyurur? Peyğəmbər al, Peyğəmbərə salavat zikr eləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah Quranda buyurur: İnnellezîne qalu rabbunallah thumma istaqamu. O zaman ki o kəslər ki deyərlər Allah bizim Rəbbimizdir və düz istiqamət götürərlər, tətanəzzəlu aleyhimul mələikə. Və mələk onların üzərinə nazil olar. Burada peyğəmbərlərdən gedir söhbət. Xeyr. Adi insan sizlər, bizlər. Allah buyurur ki, o kəslər ki Allah bizim Rəbbimizdir, thumma istaqamu, və sonra düzgün istiqamət götürmək. Bəli, düzgün istiqamət. Düzgün istiqamət nədir? Bu günlərin bir haşiyə çıxım bunu deyim. Bəzi namaz qılan qardaşlarımız var. Mən bu yaxınlarda gördüm birin. Möhür qoymur, əl açıq namaz qılır. Qardaş, bu nə cür namazdır? Deyir, mən Allaha səcdə edirəm də, burada fərqi nədir ki, möhür olsun, qeyri-möhür olsun, yaxşı, əl açıq. Yəni, öz zehinlərindən ortaya bir şey gətirirlər. Düzgün istiqamət kimdir? Düzgün istiqamət Peyğəmbər salavatullah və əhl-i beyt əleyhimussalam və imamlardır ki, bizə düzgün istiqaməti göstərirlər ki, sən bu istiqamətdə getməlisən. Bələdçi onlardır ki, gəliblər bizə, əvvəldə dedim, göstərsinlər. Baxın əzizim, düzgün istiqamət ayənin mətləbidir burada. İnnellezîne qalu rabbunallah. O kəslər ki həqiqətən dedilər Allah bizim Rəbbimizdir, sümmə istəqamu, və düzgün istiqamət götürdülər, tətənəzzəlu aleyhimil mələikə. Onların üzərinə mələk daxil olar və mələk onlara ilham edər ki sən bununla, bu yolla, bu cür getkinən. Salavat zikr eləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Həmən bu düzgün istiqamətin nəticəsində mömin firasətli olar. Hədisdə gəlir ki, ittaqu firasətil müminin. Möminlərin firasətindən qorxun. Möminlərin firasət sözü biz də işlədirik də, ənən deyirik, fərasət. Fərasət ərəb sözüdür, mənası firasə. Firasə yəni hər hansı bir hadisənin zahirinə baxıb daxilin görmək. Hədis göstərir ki, deyir, möminlərin firasətindən qorxun. Yəni onlar zahirə baxıb daxili qiymətləndirərlər, görərlər. Və arxasıca nə buyurur? İnnəl mu'minuna yanzuru binurullah. Həmən Müstafiz hədisin mütəvatiridir bu. Və ona görə dediyi Müstafiz, çünki bənzərdir hədis. Həqiqətən mömin nurla, Allahın nuru ilə baxar. O elm ki var, insan elmi ilə düşünür, o da Allahın bir nurudur. Əl-ilmu huva nurun yaqdivuhullahu fi qalbi mən yeşə. Elm o bir nurdur ki, istədiyi insanın, Allah onun qəlbini atar, istədiyi insanın qəlbini atar. O Allahın bir nurudur. Amma hansı elmdən söhbət gedir? Bu da bir böyük bir bəhsdir. Hansı elmdən? İnsan elm bəli, gözəl şeydir. Elm oxumalıdır. Bu günlərin xüsusilə cavanlarımız elm oxumalıdır. Oxusunlar. Təəssüflər olsun ki, mən görmürəm bizim Azərbaycanlılarımızdan, məsələn, kitab əlində otura oxuya və yaxud da bir kitabxanaya gedə, kitabxanada oxuya. Amma bu yaşadığımız ölkədə bunların özləri bibliotekadan qırağa çıxmırlar. Metroya girirsən, kitab oxuyurlar. İndi bəziləri var, durmaqdan ötürü oxuyan, o başqa şeydir. Yer verməkdən ötürü. Amma baxırsan ki, kitab oxuyurlar. Çünki niyə? Bu bizə lazımdır. İnsan nöqsanın doldurmalıdır, qüsurun doldurmalıdır. Cahil şəkildə dünyadan getməməlidir. Kur'an özü başdan başa elmdir. Hansı elm istəsən var. Amma gərək tədəbbür eləyib oxuyasan, düşünərək oxuyasan, üstündən səthi keçərək oxumayasan.
Ona görə gərək bizlər nurla baxaq. Baxın əzizim, dedik ki, hədisdə Həzrəti Peyğəmbər salavatullah buyurdu ki, İnnə ibnəti Fatimə, mənim həqiqətən qızım Fatimə, xayru əhlil arzi, yer əhlindən xeyirlidir. Nəyə görə? 3 baxımdan dedi. Unsuru bildik. Ki, tuğba ağacının meyvəsindəndir ki, Peyğəmbər salavatullah Meyracda olarkən yedi, rutab, dəymiş xurmadan və sülbünə düşdü nütfə və xanım Zəhra vücuda gəldi, ərsiyə gəldi. Şərəf və kərəm, ləyaqət baxımında. İndi qaydırıq hədisin birinci hissəsinə. Ləv kânəl husnu şəxsən və hiyə Fatimə. Əgər gözəllik bir şəxs olsaydı, Fatimə olardı, bəl hiyə azəm. Əksinə, Fatimə ondan da əzəmətlidir. İndi buradakı məna nədir? Əvvəla gözəllik iki cürdür. Nisfi və mütləq. Nisbi gözəllik o gözəlliyə deyirlər ki, bir üstəgəl biri var. Məsələn, dünyada hər nə gözəllik varsa, bu nədir? Bu nisbidir. Məsələn, bir insan ola bilər ki, gözəl olar, amma başqa bir tərəfdəki insan ondan da gözəl olar. Amma mütləq gözəllik odur ki, Allah Taala onu gözəl şəkildə xəlq edib. Zatında mütləqdir o. Və o, dünyada ixtiyarı olaraq neyniyib? Onu qazanıb. Biri var icbari, məsələn, Allahın iki cür xilqəti var da, təşriiyyə və təkviniyyə. Təkviniyyə Allahın xəlq etdiyidir, o icbaridir. Hər nə varsa o gözəldir. Amma biri də var ixtiyari. İxtiyari gözəldir, mütləqdən daha gözəldir. Çünki niyə? Orada icbari məcburiyyət var, burada ixtiyarla qazanırsan. Bunun üstünlüyü daha gözəldir. Bunun üstünlüyü, salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed və əccəl fərəd. Allah Taala baxanda bəzi dünyada olan, məsələn, zamana, məkana, günə üstünlük verib, özü gözəl yaradı. Məsələn, cümə günü Səyyidül Əyyamdır, günlərin ağasıdır. Ramazan ayı aylardan ən mübarəyidir. Məsələn, gecələrdən Qədr gecəsini Allah seçib. Bunların hamısının Allah bu gözəlliyi verib. Amma xanım Fatimə Zəhra salamullah əleyha isə ixtiyari olaraq gözəldir. Özü Allah üçün yaşadı. Baxın, 18 il ömür, amma bir dünya qoydu yetdi. Xanım Fatimə Zəhra salamullah əleyhanın xidmətçisi Fizzə, xanım Zəhra dünyasının dəyişəndən şəhadətə çatandan 20 il sonra kitab yazır ki, hədisdə gəlir ki, 20 il sonra 20 il müddətində ancaq Qur'anla danışdı. Qur'anla. Məsələn, həcdən qaydarkən karvandan geri düşür, sual verirlər, sən kimsən? Qur'an ayəsi ilə cavab verir. Sənin bu kərvanda kiminsə var, Qur'an ayəsi ilə oğlanların adını çəkir. Neçə gündür bu kərvandan geri qalmısan, Qur'an ayəsi ilə cavab verir. Baxın, Qur'anla yaşamaq nə deməkdir? Amma bu xanıma, xanım Fatimə Zəhraya elə bir müsibətlər verdilər ki, elə bir başına zülümlər gətirdilər ki, baxın əzizlərim, bu günlər idi. Həzrəti Əli əleyhissalama xanım buyurdu ki, ya Əli, al bu qurarəni. Qurarə ərəb dilində bu şüşə qaba deyərlər. Ya Əli, al bu qurarəni, məni dəfn edən zaman bu qurarəni mənlə qoyarsan qəbrə. Əli buyurdu ki, əmi qızı, bu qurarədəki bu su nədir, bu şüşədəki bu su nədir? Dedi, gecələr, gecə namazında Allah üçün ağladığım göz yaşlarıdır. İndi gör bizlər, xanım Zəhra salamullah əleyha Allah qorxusundan öz göz yaşlarını yığıb qəbrinə qoydurur. Gör bizlər nə cür məsuliyyətli olmalıyıq ibadətimizdə, yaşayışımızda.
Və Əli əleyhissalam ağladı. Əli əleyhissalam ağlayanda deyir, xanım Zəhra əlinin göz yaşından sildi. Sürtdü o yarasının üzərinə. O qaburğasındakı yarası var idi. O mismar ki dəymişdi. O yaranın üzərinə. Əli dedi, əmi qızı niyə belə eləyirsən? Dedi, əmi oğlu, cəddim atam Rəsulullahdan eşitmişəm ki, məzlumun göz yaşı hər bir dərdin dəvasıdır. Əli, sən məzlumsan. Çünki xanım Zəhra dedi, əmoğlu, təəccüb edirəm bu insanlara, bu Mədinəlilərə ki, bunlar mənə salam vermirlər. Deyir, Əli əleyhissalam ağlamağa başladı. Dedi, əmi qızı, sənə salam vermirlər, amma mən salam verirəm, salamımın cavabını qaytarmırlar. Bu günlər Əlinin məzlumiyyət günləridir. Əlinin müsibətli günləridir. Bu günlər xanım Zeynəb Səlamullah əleyhanın müsibətlərinin başladığı günlərdir. O əhl-i beytin yükünü çiyninə alan günləridir. Baxın əzizim, xanım Zeynəb Səlamullah əleyhanın 5 yaşı var. Həzrəti Fatimə Zəhra Səlamullah əleyha buyurdu ki, qızım Zeynəb, o buxçanı gətir bura. Deyir, Zeynəb buxçanı gətirdi, qoydu anasının yanında. Dedi, qızım, aç o buxçanı, orada bir kəfən var. Bir də hənud, onları çıxart. Deyir, xanım Zeynəb kəfənlə hənutu çıxardı. Dedi, mən dünyamı dəyişəndə bunu verərsən atana, bu hənudla mənə hənud vurar, bu kəfənlə məni dəfn eləyər. Qızım, bax, bir də orada kəfən olmalıdır. O kəfəni də deyir, çıxartdı buxçadan. Dedi, qızım, bunu verərsən qardaşın Həsənə, atan şəhid olan vaxtı bu kəfənlə atavı kəfənləyər. Qızım, orada bir kəfən də var, onu da çıxar. Baxın, canım sənə qurban, ya Zeynəb. Dedi, qızım, o kəfəni də çıxar ginan, bunu verərsən qardaşın Hüseynə, qardaşın Həsən şəhadətə çatanda ona kəfən eləyər. Xanım Zeynəb deyir, baxdım ki, buxçada kəfən yoxdur. Deyir, dedim, ana, bəs Hüseynin kəfəni hanı? Dedi, qızım, Hüseynin kəfəni yoxdur. Çıxarda deyir, qoynundan bir köynəyi verdi mənə. Dedi, Zeynəb, Hüseyin son anda gedəndə meydana bu köynəyi verərsən ona. Neçə günlərdə burada xanım Zəhradan danışılır, xanım Zəhradan rozələr oxunur. Allah qardaşlarımızın hər birisindən razı olsun. Mən istəyirəm o xanım Zəhranın bir neçə yerdə ki, Kərbəlaya gəlmə yeri var. Biri Əli Əsğərin İmam Hüseynin qucağında olması və İmam Hüseynin orada çarəsiz qalmağı, bir addım irəli atıb, bir addım geri atmağı. Allah hərməliyə lənət eləsin. Muxtar tarixdə var ki, hərmələni tutturdu, gətizdirdi. Bu çox mənim ürəyimi yaralayır. Həmişə mən danışanda bu çox təsir eləyir mənə və istəyirəm o yeri dilə danışam. Muxtar dedi ki, hərmələ, sən bilirsən ki, mən səni öldürəcəm. Dedi, bilirəm. Dedi, heç Kərbəlada qəlbin yandığı yer oldu. Dedi, Muxtar, düzü desəm bir yerdə yandı. Dedi, harda yandı? Dedi, Hüseyni sinəsindən 3 pərri oxla vurdum, nəfəsi kəsildi, ürəyim yanmadı. Əbəlfəzl Abbasın qolları kəsiydi, sağ gözündən, bəziləri sol gözü yazır, fərq eləməz. Vurdum, atın üstündən üzü üstə dəydi yerə. Ürəyim yenə yanmadı. Deyir, amma Əli Əsğəri damardan damara kəsdim. O ki qaldı Hüseynin qucağında, deyir, bir addım atırdı Xeybələrə tərəf, bir addım atırdı geri. Onda ürəyim, qəlbim yandı. Bir o yerdə gəlib xanım Fatimə Zəhra. Bir Əbəlfəzl Abbas atdan yerə yıxılanda
Qardaşım, xoş sənin halı və anan Zəhra gəldi. Bir o yerdədir. Çünki xanım Zeynəb deyil, gördüm Hüseyin təllin üstündə təbəssüm elədi, sevindi, gülümsədi. Bir də gördüm, qəbləndi. Çatdı derdi, qədim qardaş, nə üçün təbəssüm elədin, sonra niyə qəbləndin? Dedi, Zeynəb görmədin, qardaşım əvvəlfəz indiyə kimi mənə qardaş deməmişdi. Atdan düşəndə mənə qardaş dedi və dedi, Hüseyin qardaş, xoş hal və anan Zəhra gəlib. Bir də Hələbdə ki bir hadisə baş vermişdi, o ki başları gətirdilər, verdilər kilsiyə, rahibə. Mən şəxsən o Hələbdə həmən o kilsəni ziyarət eləmişəm. Ora indi ziyarətgahdır. Bir keşiş aldı o başları, yığdı, amma keşiş bilmir ki bunlar, rahib bilmir bunlar kimlərdir. Allah baxdı ki bir cavanın başıdır, Əli Əkbərir. Deyir, belə baxdı, ürəkdən yandı, dedi. Cavan, bilmirəm sənin alan var ya yox. Sənin alan nələr çəkir? Bu başa kim qıyıb, bu başı kim kəsib? Deyir, başladı Allah'a ant verməyə İsa'nın adına. Ki məni agah ilə, Allah bu kimlərin başıdır? Allah bu kilsənin içərisi ətirlə büründü. Bu başlardan ətir iləri gəlir. Deyir, onda gördü ki bütün ənbiya, peyğəmbərlər gəldilər, bu başı ziyarət elədilər. Bir də gördülər ki xanımlar gəldi, Sara, Məryəm, Asiya gəldilər, amma bu xanımların içərisində bir xanım var. Daha çox durub başın üzərində, Hüseynin başının üzərində ağlayır. Xanım Zəhra salamullah əleyha. Deyir, rahib öz-özünə dedi ki, mən bilmirəm kimsiniz, nə günah üstə kəsilib başınız, amma mən sizi yuyacam. Deyir, gətirdi, suyu qoydu, o başları yudu. Onda İmam Hüseynin dodağı bir-birinə dəyir, tərpənir. Deyir, rahib, o ki cavan gördün əvvəldə, o mənim oğlum Əli Əkbərdir, onu gətir məndən üz-üzə qoy gülər. Bu adətən belə olar da, bu adətən belə olar. Məsələn, birinin toyu olar, oğul uşağının. Ana cəmaatın içərisində boynunu qucaqlayar. Amma atada bir xəlvət yer axtarar ki, xəlvət yerdə boynunu qucaqlasın ki, qaməti və qurban olub. İmam Hüseyin dedi, gətir onu qoy gülər. Rahib, səndən bir dənə də xahişim var. Bu olmuş, bu baş vermiş hadisədə, bu tarixdə, məqtəldə gəlib. Dedi, çıx çölə, mənim orada qızım var, onu çağır bura, xanım Rüqəyyəni. Rahib deyir, çıxdı çölə, dedi, Rüqəyyə kimdir? Deyir, eşidəndə qalxdı ayağa Rüqəyyə, bir söz dedi orada. Əmmə, bibi, bu rahibi dua ilə girən məni atamla görüşdürür. Baxın, xanım Fatimə Zəhra, çünki İmam Hüseyin əleyhissalam xanım Zəhra ilə vidalaşanda xanım Zəhranın üzərinə bir minnət qoymuşdu, ayağının altından öpmüşdü ki, əvvəl-fəz atdan yıxılanda gələsən. İlah sənad verir, göz izzət və cilalı var, Peyğəmbər alıb, Peyğəmbərə xatir. Pərverdigara bu əzadarlığı, bu məclisi bizdən qəbul ilə ginən. Pərverdigara aləm sənad verir, göz izzət və cilalı var. Pərverdigara zamanəmizin sahibi olan İmam Sahibə Zaman əleyhissalamın zuhurun təcil elə ki, o nənəsi Zəhranın qəbrini bizlərə nişan versin ki, nənəm Zəhranın qəbri buradır. İlahi Pərverdigara sənad verirəm öz izzət və cəlalıva, cəmi doğma vətənimizin, Azərbaycanımızın şəhidlərinə rəhmət eylə ginən. Onların valideynlərinə, övladlarına səbir ver ginən. Salavat zikr eləyək.